Tamam, başlayaq. Demənə görüm, Azərbaycan Respublikasının sahəsi nə qədərdir? 86.600 kvadrat kilometrə. 86.600 kvadrat kilometr. Azərbaycan Respublikasının şimaldan ucqar nöqtəsi. Butonda Quton dağ, hündürlüyü 36-48. tamamilə doğrudur. Cənubdan ucqar nöqtəsi. Astara çay. Hündürlüyü nə idi? Şərqdən ucqar nöqtəsi. Neft daşları. Əgər qurudan, Suiti burnu. qərbdən ucqar nöqtəsi Sədərək qalxması. və Candar, göl. Candar Yeah. göl. Tamam. Yaxşı. Azərbaycanın şimaldan sərhədlərinin uzunluğu. Rusiya sərhəddi mənim 391 kilometr. Rusiya ilə sərhədimiz keçir hansı coğrafi obyektlərdən? Baş-Qafqaz silsiləsi, Sudur silsiləsi, Samur çayı, bir də Bazardüzü zirvəsi. Sıra ilə saysaq dünya dağlardır da. Samur çayı, Sudur silsiləsi, Bazardüzü, Baş-Qafqaz silsiləsi, eləmi? Şimal qərbdən həm sərhəddir. Gürcüstan Respublikası ilə sərhəd uzunluğu 471 kilometrdir. M, Q, Q, C, C. Mazımsaq, Qanıq, Qabırı, Ceyrançöl, bir də Çobandağ. Ceyran çöldə yerləşən Çobandağ. Hə, göt bu birişini niyə demirsən? Candar Candar göl. göl. Candar göl. Qarayazı düzün niyə demirsən? Bəs. Bəs. Yaxşımı? Qərbdən həm sərhəddir. Ermənistanla 1007 kilometr məsafədə. Aha, Ermənistanla sərhədlərimiz əsasən nədən keçir? Dağ silsilələrindən. Tamamilə doğrudur. Say görün, buradakı silsilənin adı nədir? Yavaş-yavaş düş aşağı. Murğuzdur, müəllim, Murğuzdur. Şərqi Göyçə. Şərqi Göyçə silsiləsi. Şahdağ silsiləsi. Şahdağ silsiləsi. Sonra mənim orada Böyük İnadağda Şərqi. parçalanır. Şərqi Zirvə. Göyçə. Sonra Şərqi Göyçə, sonra da Qarabağ vulkanik yaylası. Düşdüm, deyib lap aşağı. Bura. Buranın adı Orada nədir? Arazı. Araz boyu düzənliklərdə, orada bir də yazı Yazı yaylası, tamamilə doğrudur. Naxçıvanla Ermənistanı ayırır. Zəngəzurdan Dərələyəz silsilələri. Zəngəzurdan Dərələyəz silsilələri. Türkiyə ilə sərhəddə yerləşir. Araz çayı mənim. Araz çayı, Sədərək qalxması, hə? Hı. Nə qədərdir sərhəddin uzunluğu? 15 kilometr. Yaxşı, cənubdan həm sərhəddir. İran Respublikası ilə 765 kilometr məsafədə. Tamamilə doğrudur. Baba, bura qədər. Bu yerin adı nədir? Araz çayı. Yox, bu yerin adı. Baba, bu nöqtələdiyim yerin adı nədir? Bəhram təpə. Bəhrəm təpə. Bəhrəm təpəyə qədər İranla Azərbaycanı ayırır. Araz çayı. Tamam, Araz çayı buradan çıxdı, getdi, Kürə qovuşdu Sabirabadda. Buradakı çayın adı nədir? Düzün adı nədir daha doğrusu? Muğan düzü. Sonra? Bolqar çay, Talış dağları. Sonra? Astara çay. Astara çaydan Samura qədər. 825 kilometr məsafədə Xəzərlə əhatələnmişik. Azərbaycanın harasında? Azərbaycanın müəllim şərqi, Xəzərin Qərbi. əhatə edirik. Tamamilə doğrudur. Böyük Qafqazda cəmi 2 silsilə sərhədlədir bizə məlum olan. Hansılardır onlar? Baş-Qafqaz silsiləsindən Sudur silsiləsi. Kiçik Qafqazda 2 dənə mühüm silsilə sərhəddə deyil. Hansılardır onlar? Murovdağ silsiləsindən Qarabağ silsiləsi. Tamamilə doğrudur. Yaxşı. İndi isə demənə görüm. Deməli, gəl bax buradan bax. Hardan başlayaq? Buradan başlayaq. Böyük Qafqaz dağları hardan başlayır? Böyük Qafqaz dağları mənim Tama yarımadasından başlayır. Şimal-qərbdən cənub-şərqə doğru 1500 kilometr məsafədə uzanır. Taman yarımadasından başlayır. Taman yarımadası harda yerləşirdi? Qaradənizdə. Aha, Qaradəniz. O tərəfi Krım, Kerç boğazı ayırır da Krımdan Taman. Eləmi? Aha, Böyük Qafqaz dağları Respublikamızda hardan başlayır? Sinovrosso zirvəsindən mənim başlayır. Sinovrossonun hündürlüyü 33. 74. 74. Bundan 7 metr çıxanda 33-67 qalır. Böyük İnaldağ. Aferin sana. Yaxşı. Deməli, Tinovrossodan başladı. Hansı zirvəyə qədər kəskin parçalandı? Baba dağa qədər 36-29 metr. Tamamilə doğrudur. Çünki bura qədər dağa əmələ gəlmə nədir? Yemək prosesi zəifləyir. Yox, bura qədərin Bundan deyil. sonra intensivdir, ondan sonra artıq zəifləməyə başlayır. Bura qədər intensivdir, buradan sonra da zəifləməyə başlayır. Aferin. Yaxşı, bax bu silsilənin adı Baş-Qafqaz silsiləsi. Bax bu silsilənin adı Sudur.
Və burada Bəli. gedən silsilənin adı nədir? Qovdağ deməliyim. Yo, yan silsilə. Hə, Görsən yan çəkdim. silsilə, üzr istəyirəm. Hə, yan Hə, silsilə. hə. Ondan Sonra aşağıda onun aşağısında Qovdağ, onun Qovdağ, aşağısında. Niyaldağ, bir də Sonra, Ləncəviz, sonra Ələt Tirəsi, girdi hara? Xəzər dənizinin altına, Getdi hardan çıxdı? Türkmənistandan, Kopet dağda. Düz cümləni düz qur. Türkmənistanla İran arasında sərhəd Kopet dağdan. Tam Bəli. belə də o. Hə, Aha. yaxşı. Bəs bu alçaq dağlığın adı nədir? Qobustan, Abşeron. Bu yarımada Abşeron nə idi? Ta Qobustan Qobustan alçaq dağ. alçaq dağlığı mən o. Bu Qobustan alçaq dağlığı. yarımadanın adı Abşeron, eləmi? Abşeron. Sonra bax Bəli. burada bir dənə belə bir düzənlik var. Bu düzənliyin adı nədir? Qusar Maylı, Bəs buradakı düzənliyin adı nədir? Pollar Sarmaylı. düzü. Bəs onun altındakı düzənliyin adı nədir? Samur. Samur Dəvətçi. Yaşma bu deyə buradakıdır. Yaşım oradadır, hə, bəli. Bildin? Afərin, yaxşı. İndi mən deyəcəm, sən də deyəsən. 44-66 deyəcəm. Bəli, Bazar düzü, 41-91 deyəcəm. Tufandağ, 40-63 deyəcəm. Çingiz Mustafayev, Çingiz Mustafayev, 41-26. Bazar Yurt, Amma 41-16. Yarıdağ. Üzündən zadından oxuyub eləmirsən Aytən orada. Xeyr, müəllim əzbərləmişəm. Düşən yarama. Yaxşı. Bəs 40-20 desəm. Raqdan, Afərin. 43-01 desəm nə deyəsən? Zəfər zirfəsi, Ay, bəs yaxşı 38-29 desəm. 38-29 müəllim. Yaman yerdə axşamlardır. Bu Kiçik Qafqazda idi də, hə müəllim? Bu Naxçıvanda Qazancıldağ idi, eləmi? Hə, mənim Qazancıldağ, bəli. Bəli, tamamilə doğrudur. Yaxşı, bəs 22-05 desəm nə deyərsən? 23-05 müəllim Gülüm dostu. Həcüm dostu Dübrar. Göz dəydi, eləmi? Gülüm dostu Dübrar. Bəs yaxşı, şeydə görüm hələ, Qobustan alçaq dağlığında bir dənəsi vardı, 1047 metr hündürlüyə malik. Gizəki idi, nə idi onun adı? Hə? Eşitməmsən, hə? Yox müəllim. Gizəki, Ya da demisiz eşitməmişəm. Hə, sonra gədi var idi orada, 1200 idi, nə qədərdir hündürlüyü, nəsə belə, o biraz hündür idi bundan. Qusar mali düzənliyin hündürlüyü nə qədər olar səncə? Sənin tahminincə? 200 metrdən çoxdur da müəllim. 400-600 olar. Yox, çox olar, biraz da çox olar. 1000 neçə, 1700-ə, 1500-ə qədər gedər. Bildin? Yaxşı, qusar malinin öz iqlimi fərqlidir də, bilirsən. Bəli, mənim yağıntıla bərabər paylanan mülayim isti iqlim. Və suxurlar da neogen yaşlı suxurlar da, bunu bilirsən. Eləmi? Bəli. Yaxşı, heç nə, əhsən, Böyük Qafqazı qəşəng, hoşuma getdi, bəyəndim. Keçdi indi Kiçik Qafqaza. Bax, burada Şahdağ silsiləsi var. Şahdağ silsiləsində ən hündür zirvə. Mənim Qocadağdır. Nə qədərdir? 33-18. Yaxşı, burada 32, 3-2-yə vuranda 6, 1, 61 də deyirlər. Qararxac idi müəllim. Yox, yox, qırğın qiyamət getdi, döyüş getdi, nə qədər şəhid verdik burada. Murovdağ. Aşırım var idi. Ömər aşırımı. Ömər aşırımı. Yaxşı, Murovdağ silsiləsində belə deyək, 30-66. Kəpəz. 33-61. Sən bununla qarışdırmısan, hə? Qoşqardır bu. Səhv demədim ki. Qoşqardır. Səhv deyərəm, 33-61 olmalıdır məncə. 37-24. Mənim Camışdağ. 30-40-dır, 30-60 da deyirlər. Müəllim. Elə Murovdağ zirvəsi. Bəli. Bildin mi? Zirvəsi. Yaxşı, burada Şərqi Göyçə var. Şərqi Göyçədə 33-99 kömək edirəm sənə. Bəli, Kətidağ. Yaxşı, indi kömək zad eləməyəcəm, özün denə. Gəlinqaya. Gəlinqaya müəllim 33-35 idi. Nə bilim, yalancı olurum. 3 bacının bir qardaşı. Düz deyirsin mənim. 33-35-dir. Oradan bir dənə çay başlanğıcını götürürdü. Qarabağ vulkan kələsində Gəlinqayadan bir dənə çay başlanğıcı. Tərtər. Gördün, Tərtərini gördün orada. O dəqiqə təhsini verdi Tərtər rayonuna. Hə, deməli Tərtər rayonunda elədilər Balaca rayon, gözünüz aydın. Oldu bir tıqılı rayon. Deməli. Sonra de görüm yaxşıca kömək eləyim, belə görüm əziyyət. 35-81.
35-81 müəllim. Böyük Sərhəddə yerləşir özdə. Qızılboğaz Qızılboğaz olmaz. Olar. olmaz. Böyük işıqlı olmaz bu. Yoxsa Qızılboğazdır. Qızılboğazdır məncə bu. Bəs 35-50 nədir? O Böyük. böyük işıqlıydı da. Ya, yox, mən səhv Böyük. qarışdırdım müəllim. Mən də beynim yandırdı. Mən də beynim qarışdı. Mənim beynim zadım qarışıb eləməyib. 35-50 şeydir, böyük işıqlı. Hə. 35-81 Qızılboğazdır. Qızılboğaz qızıldır, biraz hündür olacaq. Bahalı olacaq. Müəllimə 36-16-nı nənəm də bilir, bunu rahat deyərsən. Dərli dağıtdı mən. Hə, Allah'a şükür. Qarabağ silsiləsində 27-25, Böyük Kirs, 23-46, Tik Kirs. kiçik kirs. Sonra 23-46 bir dənə də var. Bir də müəllim şeydədir, Naxçıvanla aşırımdır da müəllim. Zəngəzurla Sənə aşırımı. Yaxşı, 39-04, Qapıcıq, 31-20, 31-20 Küküdağ. Şuda. Yaxşı, Talışda 3 dənə silsilə var, adlarını denə. Talış, Peştəsər, Brovar. 24-93, 24-90 mənim Kömürköydür. 24-33. 24-33 də Qız yurdu. Bunların arasında nə qədər təzyiq fərqi var? Nə qədər? 10. 6 millimetr civəsi, 60 metr hündürlük yoxdur. Bəli, bəli. Təzyiq deyəndə ona böldün. 6 millimetr 6 civəsi. millimetr. Bildin? Yaxşı. Hı. Bir də deyəm görüm, bircə dəqiqə səbirli ola bilsən, bircə dəqiqə səbirli ola bilsən. Darıxma. Deməli. Hə, Qarabağ silsiləsində Qız qalası var. 28-43. Bilmirəm o qarşınıza çıxıb ya yox. 28-43 Qız qalası. Bax bunu təzəlikdə görmüşəm. Yaxşı. İndicə bu tərəfində. Kürün həm sağında, həm solunda. Qarayazı, düzü. Qarayazı. Kürlə Arazın ortasında. Mil düzü. Kürlə Arazın sağında. Muğan düzü. Kürlə Akuş arasında. Səlyan düzü. Kürün solunda qalacaq. Şirvan düzünə Cam Şərqi Şirvan düzü. Ay, sağ ol. Yaxşı. Yaxşı. Aşağı Araz boyu düzənliklər. Cəyən İncə Həram düzü. Orta Araz boyu düzənliklər. Sədərək. Bir dəqiqə müəllim gəlirəm. Bir dəqiqə. Müəllim, Sədərəkdir müəllim, Şərurdur. Böyük düzdür. Naxçıvandır, Gülüstan, Yayçı, Ordubad düzləri. Yaxşı, sənin işin varsa görüm kim əvəz edirsə eləsin. Amma dərsi dinlə də. Yox, burada danışa bilirəm müəllim hələ ki. Danışa bilsən, aha, tamam. İndi keçək tektonik zonalara. Azərbaycanda neçə dənə tektonik zona var? 5 tektonik zona yedi mənim. Tektonik zonalar bir-birindən ayrılır. Tektonik qırılmalarla. Orada səthə yaxın yerləşir. Mineral bulaqlar. Bir də termal sular. Bəli. Yamacın meyilliyi. Çoxdur. Seysmiklik. Çoxdur. Harda? Mənim sərhəddə də, mənim havaların... Sərhədində. Tektonik zonaların sərhədində. Aydın oldu. Tərənəməm, kim devrəyə girmək istəyir, onu devrəyə qoşun. Bu Aytən uşaqlar Məni zaten... dana salmaq istəyirsiniz, mənlə. Məncə də. Deyin gəlsin, deyin görək kimi qoşaq. Bir soruşun ki, ürəkli var. Təzadlar görürəm burada. O, yəqin onlar uşaqlardır, qoşulublar təkrar xarakterli dinləyirlər. Uşaqlara demişəm, qoşulun imtahanları da bir həftə qoy təkrar olaraq dinləsinlər. Hə, olurlar hamısını. Eyvallah. Mən heç adları görənmirəm. Hə.
Ay müəllim, könüllülüyündə mən işə salmayın. Yaxşı, könüllü deyəndə onda Təranə müəllimə ilə davam edirik. Baxın da özünüz tapmadınız, indi özünüz cavab verməlisiniz. Mən elə gəlir. 5 dənə tektonik zona var. Mən çox danışıram, bilmirəm. 5 dənə Evet. tektonik zona var. Aha. Ön Qafqaz Birinci. çökməsi, Böyük Qafqaz qalxması, Kür Aha. çökməsi, Kiçik Qafqaz qalxması, Araz çökməsi. Tamam. Ön Qafqaz tektonik çökməsinə aid olan ərazilər. Qusar mahallinin bir hissəsi, Samur Dəvəçovalı. Aha. Samur Dəvəçovalığı Şollar düzü, Qusar mahallinin dağ ətəyi hissələri də düşür. Şolları demədin ha. Yaxşı. Böyük Qafqaz tektonik qalxmasına aiddir. Baş Böyük suayıcı Qafqaz. silsilə, yan silsilə, Qovdağ, Niyaldağ silsiləsi, Ləngəbir silsiləsi, Qobustan alçaq dağlığı. Qudur silsiləsi, Abşeron yarımadası, eləmi? Ələt tirəsi, Qobustandır, Ləngəbizdir, Ələtdir, Qəşi. Bunların hamısı aid oldu Böyük Qafqaz tektonik qalxmasına. Qalxması. İndi isə gəl deyək nəyi? Bir dəqiqə görüm bunun qələmi Müəllim, mən var. bir dənə şey deyim də. Yenə, ikisini denə. Bu yarı dağ var. Hə. Onu bir neçə yerdə özüm axtarmışam. Baş Qafqaza verir, bir neçə yerdə yan silsiləyə verir. Hə, yarı dağı. Bəli. Əsas belə deyək də, hissələrdə o tədris vəsaitlərində nə götürürlər? Yan silsilə 10-cu götürmürlər. sinif kitabında Baş Qafqaz verib. Sonra o birisi kitabda yarı dağ belə yan silsilə verib. O birisi kitab dərkən 11-ci sinif kitabında. Valla dərslik idi, o da yadımda deyil. Təzə kitab idi yoxsa? Amma güvəndə Yan silsilə olar. yan silsiləni verib. Amma Amma 10-cu sinifin kitabının birində Baş Qafqaz verib. o ümumiyyətlə sinif kitablarında dəli-dəli xəritə çəkirlər, dəli-dəli zirvələrə. Onlar önəmsiz şeylərdir. O qədər dərinliyə getməz. Onu verər Böyük Qafqazda soruşar da. 50 dənə zirvə var. Durub zirvənin hamısını öyrənəsə halımız yoxdur ki, eləmi? Böyük Qafqaz verər, Böyük Qafqaz soruşar, elə eləyir. Hə. Deməli indi bax, bu Böyük Qafqazın altından bax bu qaydada deyən görüm. O biraz bunu qalınlaşdırın. Baba belə. Gəldi bura. Sonra buradan belə. Sonra buradan baba belə. Bu yaşıl xəttin içi var ha. İndi onun için qızardacağım, sən də deyirsən. Bura nədir? Kürdağ arası. İndi bu qızartdığım alt hissə nədir? Ərazinin adı nədir? Qanıq Ərçay. Qanıq Ərçay. Bu birisi. Ceyrançıl Acınoğur. Bu birisi. Qazax Qarabağ düzləri. Gəncə Qazax Qarabağ düzləri. Burası. Qarayazı düzü. Qarayazıdır. Sonra burada. Arazboyu düzənliklər, Cəyən, İncə, Həram. Hə, düzür. Necə Arazboyu? Düzürsün. Necə Arazboyu düzənliklər? Aşağı Arazboyu düzənlik. Aşağı Arazboyu düzənlik. Amma orta Arazboyu düzənlik haradır? Naxçıvandadır onlar. Bəs bu türlə arazinin ortasındakının adı nədir? Nil düzü. Amma sağındakının adı nə idi? Muğan düzü. Bəs bunun adı nədir? Cənub-Şərqi Şirvan düzü. Salyan düzü. Salyan. Salyan. Salyandan aşağı yendik. Bunun adı nədir? Lənkəran. Deməli, Lənkəran tektonik zona kimi hara aiddir? Kürdağ arası çökəkliyi. Ay söz. Solunda qalanların adı nədir? Bir dəqiqə xəritə çöndü bilmədim hara göstərirsiniz. Bir dəqiqə buyurun. Kürün solu düşün də. Kürün soluna nə deyir deyəmişəm. Şirvan düzü. Vəssalam. Bir də Cənub-Şərqi Şirvan düzü. Şirvan düzü. İndi bax, Təranə müəllimə. Gəl bu hissəni də çözək. Buranı həmişə qarışdırırlar. Bu qırmızının içi nədir? Biraz ovalığı. Kür-Araz ovalığı. Açıq. Kür-Araz ovalığında hansı düzlər Xəzərin sahilində yerləşir? Salyanla Cənub-Şərqi Şirvan. Açıq. Kür-Araz ovalığında hansı düzün bir hissəsi okean səviyyəsindən yuxarıda yerləşir? Muğan düzü olar da. Muğan düzü Mil olmaz. düzüdür. Yox, heç biri. Mil, Muğan, Cənub-Şərqi Şirvan, Salyan bunlar hamısı aşağıdadır. Şirvan düzü. Mil Şirvan düzüdür bircə. Mildə Araz kürə tökülən yerdə -11-dir. Hə, burası -11-dir. Hə, Sabirə -11-dir. Hə, orasını ağlıma gəlmədi ki, ora. Muğan deməli qaldı aşağıda da, bildin. Hə, aşağıda qaldı, bəli. Otomatik olaraq. Cənub-Şərqi Şirvanda, Salyanda heç nədir, orada bəllidir. Çox çökəkdir. Bax, deməli bu Qanıq Ərçay Kür-Araz ovalığına aiddir sözü düzdür yoxsa səhvdir?
Aiddir. Kür az ovalığına yox, kür çökməsinə aiddir. Bəli, Kür dağ arası tektonik çökməsinə aid. İndi Təranə müəllim mənə desin, bax bu çökmə ərazi var ha. Akkumulyasiyadır yoxsa denudasiyadır? Akkumulyasiyada çökəkdir. İndi Kür dağ arası tektonik çökəkliyi ancaq akkumulyasiyadır. Orada Ceyrançol Acınohur var, ora Bəli, burada denudasiya. olan Arid denudasiya. Acınohur arid denudasiyadır. Tamamilə doğru buyurdunuz. Yaxşı. Kür dağ arası tektonik çökəkliyi var ha, bu çökək ərazi. Akkumulyasiyadırsa 4-cü dövrdür da, düzdürmü? Bəli. Hə, indi də davam eləyir də bu proseslər, çökmə falan, 4-cü dövrün çöküntü, kaynozonun 4-cü dövr çöküntüləri olacaq. Ancaq 4-cü dövr çöküntüləri, ancaq 4-cü dövr çöküntüləri söz düzdür yoxsa səhvdir? Dördüncü yox, paleogen zad da olmalıdır. Yox. Bayaqlarım o arid denudasiya ilə işi sivirdin. O ərazi nə tez yadından? Mezozoy yaşda orada neft Mezozoy yaşlılar var. Mezozoy yaşlı neft qaz bu heç gözə görsənən deyil. Bu Acınohur Ceyrançol haqqında niyə demədin ki, neogen yaşlı suxurlar? Paleogen, neogen dedim, dediniz yox, ona görə də. Paleogenə yox dedim də, neogenə yox demədim ki. Hə. Deməli, neogen yaşlı suxurlar hardadır? Ceyrançol Acınohurdadır. Yaxşımı? Palçıqlı sellər hardadır? Ceyrançol. Bir də burada Ceyrançolda perspektivli neft yatağı var idi. Tamam. Hə. Deməli, ön Qafqaz getdi, Böyük Qafqaz qalxması getdi, Kürdağ arası tektonik çökəkliyi getdi işinə. Gəldik Orta Araz Cavan platformasına. Bura hansı düzənliklər aiddir? Sədərək, Şərur, Böyükdüz, Naxçıvan. Ayso. Axırıncı 3 dənə olan Gülüstan, Yaycı, Ordubat düzləri hara aiddir? O Kiçik Qafqaza aiddir. Qafqaz qalxmasın. Kiçik Qafqaz O da Kiçik Qafqaz qalxmasın. Murğuz, Şahdağ, Şərqi Göyçən, Murovdağ. Qarabağ silsiləsi, Vulkanik yaylası, Yazı yaylası. Hamısı hara aiddir? Kiçik Qafqaz aiddir. Bir də Talış dağları. Talış, Peştəsər. Bura var. Bu var silsiləsi. Aiddir Kiçik Qafqaz tektonik qalxmasına. Bu da getdi işinə. Bunu da dedik beləncik. Yaxşı. İndi. Bax bu yaşıllıqlar var ha Təranə müəllimə. Yaşıllıqların hamısı nədir? Ovalıqlar. Ayso. Akkumulyasiya desəm doğrudurmu? Bəli. Düppədüz. Bax bu Samur Dəvətçi ovalığıdır, Yaşmadır, Cənub-Şərqi Şirvanın, Salyanın, Lənkəran. Burada nə akkumulyasiyasına rast gələcəyik? Onlar dalğanın akkumulyasiyası, abrazyon akkumulyasiyası, Xəzər sahili. Samur Dəvətçidə, Lənkəranda abrazyon akkumulyasiya ilə yanaşı, həmçinin yeraltı şirin sular. Yox, akkumulyasiyadan danışırıq. Alüvyal da var, çaylar gəlir. Bəli, çayların akkumulyasiyası. İndi bax Böyük Qafqazın şimal-şərq yamacının çayları, bir də Talış dağlarının çayları Xəzərə birbaşa tökülür deyə. Burada alüvyal akkumulyasiya. Bəs görün buna cavab verə bilərsən Təranə müəllimə. Qanıq Əyri çaydır, Şirvan düzüdür, Gəncə, Qazax, Qarabağ düzüdür. Bunlar da Pro-alüvyal akkumulyasiya. Pro-alüvyal nə deməkdir? Müvəqqəti axara malik olan çayların, yəni sellərin gətirdiyi akkumulyasiya. Ay, sağ ol, yelpikvari gətirmə konusları deyək. Bəs Azərbaycanda moren akkumulyasiyasına Moren akkumulasiya 4000-dən yuxarı zirvələrimizdə olacaq. Amma mənə de görüm, hələ 4000-dən aşağı olan zirvə var ki, orada da moren akkumulyasiyası. 3904 metr Qapıcıq zirvəsi. Qapıcıq, Zəngəzurda Qapıcıq, 38-29 Qazancöldə. Bunu niyə bilmirəm, tez-tez deyirəm, bilmirəm özümdə. Yaxşı. Sonra növbəti sualımız nə olsun acaba? Məncə elə ciddi bir şeylər qalmadı burada. Lazım olanları dedik. Gəlirik nəyə? Geoloji, quruluş, suxurlar nələr? Bir dənə qaldı suxurlarımız da burada. Elə akkumulyasiyanı dedik də. Böyük Qafqazlı, Kiçik Qafqazlı, Zəngəzur, Talış bunlarda olacaq denudasiya. Qobustanda, Acınohurda, Ceyrançolda, Naxçıvanda nə olacaq bəs? Arid denudasiya olacaq. Bu getdi. Deməli, geoxronoloji cədvələ nəzər yetirsək, ən qədim eon kriptazoydur. Kriptazoy eonunun eraları arxei və proterozoydur. Dövrləri var? Xeyr. Tamamilə doğrudur. Növbəti... Hərəsi 2 milyardır davam edir. Azərbaycanda var bunlar, kriptazoya söhbət. Yaxşı, onda bunlar hamısını silək. Onda Azərbaycan suyun altında. Fanerozoya gərək, düz deyirsən.
Burada nə var? Paleozoy, mezozoy, kaynazoy var. Eləmi? Kaynazoy. Paleozoy Bəli. yaşlı çuxurlara rast gələcəm. Paleozoy yaşlı suxurlar alt paleozoy var, üst Hı. paleozoy var. Alt paleozoy suxurları Zəyəmçay Əsrik çay hövzəsindədir. Üst Hı hı. paleozoyda Sədrək qalxmasındadır. Hı -hı. Mezozoyun triyasına yalnız rast gələcəm. Yalnız Naxçıvanda. Hı -hı. Yura təbaşirinə rast gələcəm. Yura yüksək dağlıqlarda Təbaşir yüksək Orta dağlıqdan dağlıqda. aşağı, orta dağlıqda. Hı -hı. Yəni harda? Böyük və Kiçik Qafqazın orta dağlığında. Ay sol. Yüksək və orta dağında. Sonra keçid aldıq Kaynazoya. Kaynazoyda nə var idi? Paleogen var idi, Paleogen, neogen var idi. Neogen, Antropogen. Paleogenə belə demişdim. 2 aşağı, 2 yuxarı. Şeyə Talış Peştəsər, bir də Aha. Zəngəzur Dərələyəz. Hı -hı. İndi 2 yuxarı qaldı axı. 2 yuxarı Şərqi Göyçə, bir də Qobustan. Hı -hı. Böyük Qafqazın cənub-şərqi. Amma neogenə isə Müqəddəs Məryəm Xaç bizi demişdik. bağışlayar yəqin ki, xaç işarəsi demişdim. Hansılar idi? Burada buro var. Birinci Şaxta buro var. Bakı başından gəldi, nə? Orada Qobustan, Qobustan, Hı -hı. Acı, Acı nohud, Nohur, Ceyrançöl. qollar, Yuxarısı da Qusar Maylı ilə buro var. buro. Soğuk. Yaxşı. Bütün düzən ərazilər üstə gələk Qarabağ Vılıq yaylası. 4-cü dövr. Axırıncı 4-cü dövr. Ay soğuk. Bütün dağlarda hündürlüyə doğru çuxurların yaşı artır Vılıqda. Artır. Bircə Qarabağ vulkanik yaylasında azalır. Yaxşı, tamamilə doğrudur. Okeydir. Deməli, bir də. Hə, bir də bu sualı soruşmam mütləq ki lazımdır. Azərbaycanda vulkanik suxurlara rast gəlinir yalnız Qarabağ vulkanik yaylasında sözü ilə razısan ya hə ya Yox, yox? Talışda da var. Talışda da Peştəsərdə var. də var, Zəngəzurda, Dərələyəzdə də var. Dərələyəzdə də var. Bir də Talış Yaxşı. bölgəsindəki 3-cü dövrdür. Talışla Peştəsərdə, Zəngəzurla Dərələyəzdə Kaynazoyun nə dövrün olacaq? Paleogen. Paleogen dövründə. Düzdür, 3-cü dövrdə deyə bilərsən. Nə bilim, paleogen. Cavab bitdi bu da. Qəşəngdir. Hoşuma getdi. Amma ancaq və lakin bu niyə belə oldu? Hə, bu buradadır. Bunu belə eləsək. Deyən görüm. Bunu belə eləsək. Stop eləsək.